Elhamdülillahillezî lâ yeblughu midhatehul gâilûn ve lâ yuhsâ na'mâehul âttûn ve lâ yu'addî hakkahul muctehidûn. Ellezî lâ yudrikuhu bu'dul himem ve lâ yenâluhu gavsul fiten. Summe's-salâtu ve's-selâmu alâ seyyidina ve nebiyyina ve mevlâna Ebu'l Kâsim Muhammed. وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين المنتخبين ولعنة الله على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد فبسم الله وبالله ثم بذكر ولي الله اللهم كن لوليك حجة ابن الحسن صلواتك عليه وعلى آبائه في هذه الساعة وفي كل ساعة وليا وحافظا وقائدا وناصرا ودليلا وعينا تسكنه أرضك طوعا وتمتعه فيها طويلا برحمتك يا اللهم لعن قاتلي فاطمة الزهراء Salamullahi aleyha. Değerli müminler, mühterem əzadarlar, demək, başlamamışdan qabaq, məclisləri başlamamışdan qabaq, elə əvvəldən belə qərarlaşdırmışdıq ki, bu ilə Əyyam-ı Fatimiyyədə sıfırdan, yəni Həzrəti Zəhra Salamullahi aleyhanın həyatı sıfırdan əvvəldən axıra qədər, onu da bilməm axıra qədər çatacaq, çatmayacaq, lakanik formada yəni axıra qədər, heç ona da güman eləmirəm, çatası olsun, amma nə qədər bacarırıq məlumatlarımızı artırmaq məqsədi ilə belə qəsd elədik ki, 20 gün Həzrəti Zəhra Salamullahi aleyhanın ancaq həyatı haqqında, yəni xanıma mərbud, xanıma mənsub mövzular əvvəlindən ta axıra qədər. Demək, dünənə qədər Həzrəti Zəhra Salamullahi aleyhanın dünyaya gəlişi, adlanması haqqındaydı və Allah yanında olan adları barədə danışırdıq və o bitdi. Artıq irəliləyən günlərdə Həzrəti Zəhra Salamullahi aleyhanın həyatını ehtiva edəcək mövzuların hamısını çalışacağıq, nəzər eləyək. Demək, dəyərli möminlər, Həzrəti Zəhra Salamullahi aleyha, Əhl-i Beyt ki, əlbət Həzrəti Zəhra Salamullahi aleyha mövzumuzdur deyən, onun adını çəkilən bütün Əhl-i Beyt Allah təbarəkə və Teala tərəfindən tərbiyə olunublar. Mürəbbiləri, Əhl-i Beytin mürəbbisi Allah təbarəkə və Tealadır. Müəllim özü Allah özüdür. Tərbiyələrini verən, onları istiqamətləndirən, mütləq şəkildə tərbiyələndirən Allahdır. Allah onları tərbiyə edib, bildinizmi? Belə ki, Allah tərəfindən xüsusi tərbiyə və sınaqlarla yetişdiriliblər. Onların da sınaqları var, onlar da imtihan olunublar. Təbii ki, bəziləri elə fikirləşiblər ki, Əhl-i Beyt əleyhissalam, yəni onların dərəcə və məqamlarında kəsbilik yoxdur da, elə Allah onları belə yaradıb, belə deyil. Onları da kəsb edirlər. Onlar da onu ələ gətirirlər. Onlar da bu aləmə gəlib düşməmişdən öncə sınaqlarla üzbəyüz olublar. Allah onları sınaqlardan keçirib. Məcburi, cəbri deyirlər. Və lakin onların sınaqları heç vəsf olması deyil. O qədər ağır, o qədər dərin, o qədər çətin ki, bir insanoğlu, insanlar qalsın, peyğəmbərlər də bacarmazlar. O növ imtihanlardan çıxa bilsinlər. Bunu biləsiniz. Demək, onun uşaqlıq dövrü yalnız tarix hekayəsi deyil Həzrəti Zəhranın Salamullahi aleyha, hansı ki uşaqlığında atasına edilən əziyyətləri görüb. Yəni baxsa ömrünə Həzrəti Zəhra Salamullahi aleyha həqiqətən kədəri, qəmi, sevinci və şadlığından dəhşət çoxdur da. Bir adam təsəvvür et, ömrü kədər, qəm, qüssə. Bu özü ağır imtihanda, ağır sınaqdır. Birindən çıxıb birinə düşüb, birindən çıxıb birinə düşüb. Hələ dünya həyatında bu özü ağır sınaqlardandır. Yəni nə yaşayırıq? Məsələn, xüsusən bu cavan övladlar, indiki dövrdə xüsusən, ata-ananın himayəsi altında, ata-ana əlindən gələni eləyir. Məsələn, onların qəmsiz, dərdsiz, kədərsiz böyüməsindən ötürü çox asanlaşıb. Məsələn, indiki övladların
böyüməsi falan. İndi Həzrəti Zəhra salamü əleyha, Peyğəmbər evi, təbliğat evi, risalət evi, aləm Peyğəmbərə düşmən. İndi belə bir evdə onun böyüməyi. Bir növ onun uşaq dövrü gələcəkdə İslamın ruhunu daşıyacaq səbrin və fədakarlığın hazırlıq mərhələsidir. Bu cümlə, inanın boş cümlə deyil, dedim. Onun uşaqlıq dövrü gələcəkdə böyük bir səbrin və fədakarlığın hazırlıq mərhələsidir, onun uşaqlıq dövrü. Sanki ona Allah hazırlaşdırır ki, sən gələcəkdə əzəmətli bir səbrə sahib olmalısan və böyük bir fədakarlıq eləyəcəksən. Baxız, onun gələcəkdəki fədakarlıq eləməsi vücud aləmin heyrətdə qoyub. Diqqət edin, dəyərli canlar. Onun fədakarlığı vəsf olunması deyil. Həzrəti Zəhra salamü əleyhanın fədakarlığını biz bəlkə də illərlə başa düşəcəyik. Əgər onda düşünsək, o nə boyda fədakarlıq eləyib. Aydın olsun deyə deyirəm, onun fədakarlığı Peyğəmbərləri belə heyrətdə qoyub. Onun fədakarlığı çəkilməz, bax ona, çəkilməz ağrı, əzablara sinə gəlib, qəbul edib, razılaşıb ki, ümmətin, yəni onu və övladlarını sevənlərin şəfaət səlahiyyətini ələ gətirsin deyə. Bu fədakarlıqdır. Özün fəda edib onu almaq üçün. Hər nə əzaba məruz qalacaq, hər nə başına açılacaq, o 75 günmü, 95 günmü, ya 70 günmü, 90 günmü ki, 95'ə olan dəlillər daha güclüdür də. 93 dənə nəzər var. 19 dənə nəzər var Həzrəti Zəhra salamü əleyhanın şəhadəti haqqında. 19 nəzərin 3'ü əqvadır. 40 gün sonra, 75 gün sonra ya da 95 gün sonra Peyğəmbərdən sonra şəhadətə yetişib. Bu 3 dənənin içində də ikisi daha əqvadır. 75 ilə 95 ki, Əyyam-ı Fatimiyyan ona görə qeyd edirlər. 75 ilə 95'in arası 20 gün. İkisinin də arasında daha əqva nəzər hansıdır? 95 neçə də əlamət var. Günün, məsələn, bir söz var orada. Çaşqınlıq da bilirsiniz də nədir? Mən hər dəfə təkrarlayıram, sadəcə bilməyən nöqtə söhbətindədir də. Bilinmir bu xəmsə səb'inədir, yoxsa xəmsə tis'inədir. O bilinmir deyənə 75-95 götürülür. Amma əlamətlər var, 95'ə daha çox yaxın olana əlamətlər var. Məsələn, deyir, günün işığı düşmüş, ayın işığı düşmüşdü Əmirül Mömininin cəmalına. Əleyhissalam İmam Həsən deyir, hacə ileyhil hüzün. Hüzün onun üzünə hücum eləmişdi. Hüzün, qəm hücum eləmişdi atamın üzünə. Bu məlum edir ki, Cəmaat-ü Sani ayının 13'ü imiş. 3'ü olsa ayın işığı olmaz. Əla əyyuhal, bu bizim işimizdir, bu bizim bəzimizdir. Amma budur ki, 95'ə daha çox nəzər var ki, 95-ci gün şəhid olub. Onun 5 gününü çıx, yerdə qalır 90 gün yataq. 90 gün yataq. O yataqda tərpənə bilmir, kölgə olmuşdu. Sâletkəl xəyal. İmam Sadiq Əleyhisselam'dır. Allahu Ekber. Bir hədis var Fizzədən. Fizzə deyir, elə bir dənə evin qırağında bir yumaq qoyulmuşdu. O vəziyyətdə, o halda. Bunların hamısına sinə gəlib, fədakarlıq eləyib. Bir şeyi Allah ona icazə versin. O da qiyamət günü şəfaətə icazə versin. Kubra şəfaətə, böyük şəfaətə, ən böyük şəfaətə. Yəni, ay Allah, mən dedim, bağışla, sən yox demə. Bu şəfaətə icazə verilsin. Həzrəti Zəhranın, bax, evinə hücum günü. Hücum eləyənlər qapısını sındırdılar, yandırdılar, pak və mübarək bədəninə zərbələr indirdilər, ərinin haqqını tapdaladılar, qulaq asın. Həmin an tam ədalətli şəkildə qəzəbli duaya əllərin qaldıra bilərdi. Qulaq asırsınız. Hələ heç dua eləməmişdi. Məscid sirkələnməyə başladı. Hətta Seyyid Bəhrani qeyd edir, göylər belə titrədi, yer lərzəyə gəldi. Sanki kainat məhv olacaqdı. Dua eləməmişdi, əllərini qaldırmışdı. Ki, rəvayətlərdə qeyd olunub, Səlmanı göndərdi, Əleyhisselam dedi ki, mən yeri altını üstündə görürəm. Denən eləməsin, əl qaldırmasın. Bu bəzi rəvayətlərdədir. Bəzi rəvayətlərdə ki, elə Həzrəti Zəhra salamü əleyha özü eləmədi, o duanı eləmədi. Yəni, qarış, bəd duanı eləmədi. Amma, yəni, sustu da, həmən gün sustu, əllərin duaya qaldırmadı. Yəni, mərhəməti seçdi yenə. Bundan da vaz keçdi ki,
Allah ona qiyamət günü əzəmətli şəfaət icazəsini versin. Əzəmətli şəfaət icazəsini versin deyə eləmədi o duanı. Elə bir şəfaət icazəsi versin ki, bir nəfər şiyyəsi belə cəhənnəmə getməsin. Siz bu səbrin bərəkətinə fikir verirsiniz, diqqət edirsiniz, nə qədər əzəmətlidir. Həzrəti Zəhra salamullahi aleyhanın həyatı kədərli hadisələrlə doludur, cənab-ı canlar. 5 yaxud 7. Diqqət buyursunuz. 5 yaxud 7 yaşında olanda ağır bir müsibətlə üzləşdi. Anası xanım Xədicə salamullahi aleyhanı itirdi 5 yaşında. 5 ya da 7, ikisindən biridir. 5 daha qəvidir, 7 də deyirlər. Siddiqətü Sani, Xədicətül Kubra salamullahi aleyhanı itirmək böyük müsibətdir. O bilir anasının qədrini. 4 qadından biridir. Xanım Xədicə salamullahi aleyha haqqında az danışmışıq. Mərifətimiz azdır onun vücuduna, varlığına. 4 qadından biridir. Sən Həzrəti Məryəmdən aşağı bilmə Həzrəti Xədicə salamullahi aleyhanı. Həzrəti Asiyadan aşağı bilmə. Ay o ürək kimdə var? Milyardlarını, milyonlarını qoysun Peyğəmbərin huzurunda. Möminlər heç kimin acığına gəlməsin. Pul imtihanından çıxmaq hər kişinin işidir. Hər möminin işidir. Görərsən qeybət də eləməz, görərsən məsələn yalan da danışmaz, görərsən məsələn təqvasını pozmaz falan eləməz, amma xumsa gələndə xumus verə bilmir. Xəsislik böyük bir bəladır. Peyğəmbər buyurur ki, ən azı 70 şeytan xəsisin cibində gəzir həmişə. 70 şeytan ki, əlindən tutsun ki, onu çıxartmasın. Belə bir xanım elə hər şeyin verdi. Sənə deyirəm, 70 teşt təkcə qalaylama qızıl var idi. Sonra bunun alması var idi, brilyantı var idi, əbrişən parçalar var idi, pullar var idi, sikkələr var idi. Bunların hamısını verdi. Ən axırda elə bir vəziyyət oldu ki, onların bir döşəkləri qalmadı onun üstündə yatmağa. Allah təbarək və təala cənnətdən onlar üçün yataq göndərdi. Bu ürək Həzrət Xədicə salamullahi aleyhanı itirmək Həzrəti Zəhra üçün böyük müsibətdir. Onu demək istəyirəm. Ruhuna bir salat edilir. Allahümmə salli Muhammed. Peyğəmbər gəlir onun başının üstünə. Mən bu bir dənə hadisəni danışım sizə əzizlər. Keçmək olmaz, bunu deməsən olmaz. Nə olsun ki demişik əvvəllər. Kərbəlayı, diqqət elə bir dənə. Peyğəmbər nə qədər xahiş elədi. Onun mərifətini, aləm fəda olsun. Adam lərzəyə düşür, belə mərifət. Bax, adamı heyran qoyur. Bəzi şəxslərin mərifəti var, yaxşı tanımaq deyirlər ona. Böyük tanımaq, güclü tanımaq. Heyran qalırsa onların mərifətin qabağında. Biri, bax, Həzrət Əbəlfəzəl Aleyhisselamdır. O mərifət ki, onda var ha. Alim olasan, özdə mütləq alim olasan. Əli Rəsəlam buyurur ki, göyərçinin balası anasının dimdiyindən yeməyi necə götürürsə, Əbəlfəz mənim ağzımdan elmi elə götürüb. Bu cür alim olasan. Bir dənə elmi hədis nəql olunmayıb Həzrət Əbbasdan. Niyə? İmam Həsən, İmam Hüseyin, Əli Rəsəlam yanında ağız açıb danışmayıb. Ədəb. Biri Həzrəti Ümmülbənindir. Adam divanə olur. Necə mərifət əhlidir? Necə ilahi, necə mərifət? Əhl-i Beytə necə? Gələn günün 7-ci günündə dedi, Əli Rəsəlam'a xahiş elədi ki, mənə Fatimə demə. Adı Fatimə, Ümmülbəlinin adı Fatimədir ha. Dedi, mənə Fatimə demə. Dedi, mənə Fatimə demə. Bu evin bir dənə Fatiməsi olub, bir dənə də qalacaq. Əli Rəsəlam da elmi qeybi ilə ona Ümmülbəlin dedi. Hələ 7 gündür gəl, bilirdi 4 dənə oğlu olacaq. Ona Ümmülbəlin dedi, oğlanlar anası. Görürsən mərifəti sən. Dedi, mənə Fatimə demə. Həzrəti Əbbas digərləri. Dünyaya gələndən sonra, elə Həzrət Əbbas, dünyaya gələndə Həzrət Əbbas, Əli Rəsəlam başladı da ağlamağa. Qollarını öpə-öpə ağlayırdı Əli Rəsəlam. Həzrəti Ümmülbəlin deyirdi ki, niyə ağlayırsan? Eyb var bəyəm qollarında. Həzrəti Mövla buyurdu ki, yox, bu qolları qət eləyəcəklər, kəsəcəklər. Bu qollar qət olunacaq. Başladı biz siz necə ağlamağa. Anadır da, necə ağlamağa. Bax bir də xahiş eləm. Dedi, ne üçün onun qollarını kəsəcəklər? İşarə elədi İmam Hüseyin ağaya. Dedi, lifidai hada. Ona fəda olacaq. Allaha and olsun. Yazılanlar, pozulanlar,
qeyd olunlar bu. Bir saniyədə gözünün yaşı dayandı. Dərhal dedi mənim oğlum və təhdəl xadra. Nə varsa fidaun li evladı Fatimə. Fəda olsun Fatimənin övladlarına. Ağlamadı ya, dayandı. Həzrəti Əbbasdan sonra gəlmişdi Bəqidə, şərti qəbir düzəltmişdi. Şərti qəbir. Cizgi çəkirdi. 4 dənə qəbir aşağıda, bir dənə də qəbir 4 dənə qəbirin üstündə. Cizgi çəkirdi. Gedirdi, otururdu. Həzrəti İmam Hüseyn ağa üçün çizdiyi qəbrin üstündə başlayırdı İmam Hüseyn ağaya roza deməyə. Axıra qədər, özü də bilirsiniz də, dəhşət qəzəl qəsidə bilirdi. Fitri idi də, nəsillərində bu var idi. Bəlağət evindən idilər. Ona görə Həzrət Əbbasın da bəlağəti var idi meydanda. Danışır, maridlə, şömürlə, oradakı danışığa bir baxasınız. Orada şeir deyib orada. Deyir, mənim qolu sağ qolu düşəndə şeir deyir. Sol qolu düşəndə şeir deyir. İnni uhami. Və in qəta'tumu yəmini inni uhami əbədən əndini. Əgər sağımı da kəssöz, solumu da kəssöz, yenə dinimi himayə eləyəcəyəm filan. Bu anasından keçməkdir bu cür. Ərzən bezur otururdu oğlunun, yox, Həzrət İmam Hüseyn ağanın üçün çizdiyi qəbrin üstündə roza oxuyurdu İmam Hüseyn ağaya. Duranda birisini inirdi, 4 dənə uşaqları üçün. Deyirdi ki, sizin ananız var, ona görə siz üçün roza oxumuram. Hüseynin anası yoxdur, mən ona görə onun üçün roza oxuyuram. Bunu deyirdi, gedirdi. Həm bətər mərifətli. Hamımız əzbərə bilirsiniz. Bəşirdən soruşmadı Əbəlfəzə nə oldu filana. Elə İmam Hüseyn ağanı soruşdu. Mərifət deyil, yəni eyb elədik. Mən İmam Hüseyn ağa döyüşür, oğlumu soruşum, oğlumdan nə xəbər. İndi çox uzatdım, xanım Xədicə də mərifətiyəsidir. Bu boyda fədakarlıq edib Peyğəmbər üçün. Peyğəmbər ona deyir ki, Xədicəcan, məndən bir şey istə də, bir şey istə məndən. Allahu Əkbər. O boyda iş görüb Peyğəmbər üçün, o pullar falan. Deyir ki, mən İsrar, neçə dəfə dedi, demədi. Dedi, bir şey istəyirəm, amma utanıram sənin üzvə deyim. Git Fatiməli göndər, ona deyim. Git Fatiməli göndər, ona deyim. Həzrəti Fatimə salamla əleyha gəldi, 5 yaşı var. Dedi, atova deyər. Dedi Həzrətin Zəhra salamla əleyha. Həzrət Zəhra çıxdı bayra. Dedi, Peyğəmbərdə gözləyir, hərasla gözləyir, görüm nə istəyər. Dedi, anam deyir ki, olar ki, ya əbasını mənim qəbrimə qoysun, mənim üstümə. Bir əbanı istəmir. Həya, ədəb, üzünə deyə bilmir ki, o əbon var, giyinirsən ha. Onu mənim üstümə sərərsən. Ağladı Peyğəmbər Zəhracan, sən, Xədicəcan, sən bunu utanırsan məndən istəməyə. Buna can, yəni, ədəb gözləyir, həya gözləyir ki, bunu demir. Allah təbarəkə və teala Cəbrail nazil oldu, dedi, Əbubu sararsan onun üstünə, amma kəfəni mən göndərirəm. Kəfənini mən göndərirəm. İndi xanım Xədicə salamül əleyha can çəkişir. Peyğəmbər buyurdu ona, ey Xədicə, sənin bu halın bizim üçün ağırdır. Səni itirmək çox çətindir. Məkkə fəth olunanda möminlər, mən bilirsən çox danışacağım. Məkkə fəth olunanda Peyğəmbər getdi oturdu xanım Xədicənin qəbrinə. 3 gün çadır qurdu, çıxmadı. Çox dəhşət istəyirdi Həzrəti Xədicə salamül əleyha ki, bu buna layiq idi. Ona görə 4 qadından biridir. Nisaul aləmindir ya. Seyyidətü Nisaul aləmindir. Məryəm də, Asiya da, Xədicə də, Xanım Zəhra da. Sadəcə bir dənə fərq bundadır ki, Xanım Zəhra salamül əleyha həm öz dövrünün Seyyidət Nisaul aləminidir, həm bütün dövrlərin Seyyidət Nisaul aləminidir. Amma onlar öz dövrlərinin Seyyidət Nisaul aləminləridirlər. Dedi, Xədicə, sənin bu halın bizim üçün ağırdır. Bacılarınla görüşəndə onlara məndən salam çatdır. Xədicə salamla əleyha soruşdu, ey Allahın Rəsulü, bacılarım kimdir? Peyğəmbər buyurdu, Məryəm binti İmran, Musa Peyğəmbərin bacısı Külsüm, Fironun zövcəsi Asiya. Bunlara salam deyərsin. Xanım Xədicə salamla əleyha buyurdu, rəhmət və bərəkət sənlə olsun, ey Allahın Rəsulü. Rəhmət və bərəkət sənlə olsun. Peyğəmbər buyururdu, Xədicəcan, mənə əmr olunub ki, səni cənnətdən mirvaridən olan bir evlə müjdəliyim. Orada nə səs-küy var, nə də əziyyət. Yəni, sən dünyadan əziyyət görən halda gedirsən, elə yerə gedirsən ki, nə səs-küy var, nə əziyyət var. Əsma binti Umeys. Əsma binti Umeys bilirsiniz kimdir? Muhammedin anası. Hansı Muhammed? Muhammed ibn Əbu Bəkir. Onun anası.
Əsma bint Umeys. Deyir, Həzrəti Xədicənin yanındaydım, başladı ağlamağa. Axır vaxtlarında. Dedim, ey aləmlərin sevgilisi, niyə ağlayırsan? Niyə ağlayırsan? Sən Peyğəmbərin zövcəsisən, onun dili ilə cənnətlə müjdələnmisən. Dedi, Xədicə salamlı aleyha buyurdu ki, ona ağlamıram ki, mən mütməinnəm, Peyğəmbərin hər sözünə əminəm. Mən zərrəcə qorxu keçirtmirəm, Peyğəmbər məni cənnətlə müjdələnmişəm. Ağlayıram ki, Əsma, özüm üçün ağlamıram, Fatimə üçün ağlayıram. Çünki hər qız toy gecəsi və ər evinə köçəndə anaya ehtiyac duyar. Hər qız. Mən isə o zamanda olmayacağam, o tək qalacaq. Əsma dedi, ey Xədicə, Allaha and olsun, əgər sağ qalsam o günə qədər Fatiməyə xidmət eləyəcəyəm. Onu tək qoymayacağam, dedi. Həzrəti Xədicə salamun aleyha vəfat elədi və ardıca Həzrəti Əbu Talib dünyasını dəyişdi. Baba, qəm üstünə gəlir. Həzrəti Əbu Talibin dünyasını dəyişməsi, bilirsiniz, nə ağır müsibətdir? Peyğəmbər qaldı müdafiəsiz. Şuayb Əbi Talib eşitmisiniz? Peyğəmbər 3 il orada yaşayıb, bilirsiniz, nə əziyyət çəkib orada, nə əziyyət çəkib. Onda Xamzəhra lap balacaydı. Lap balaca, kiçik idi. Peyğəmbər yemək günlərlə gəlmirdi, ha. Dərəyə salmışlar, orada qalırdı. Həzrət Əbu Talib dünyasını dəyişəndən sonra bu oldu. Və o günləri yaşayıb Həzrət Zəhra salamun aleyha. Peyğəmbər həmin ili, o ikisi dünyasını dəyişən ili hüzn ili elan elədi. Hüzn ili. Kimə görə? O iki nəfərə görə. Həzrət Xədicə və Həzrət Əbu Talib əleyhimə əssalam. O ikisinə görə hüzn ilə elan elədi. Çünki hər ikisi Peyğəmbərin müdafiəsində və xidmətində kamil şəkildə dayanmışlar. Rumi deyir ki, Ərzənbözür, Əbu Talib kafir olub. İmam Rıza əleyhissalam buyurur ki, Əbu Talibin imanına iman gətirməyən imansızdır. Belədir, hədis belədir. Əbu Talib, əleyhissalam buyurur ki, 5 nəfərdən sonra və Əhl-i Beyt 9 nəfərdən sonra yer üzündə Həzrəti Əbu Talibin imanı bütün imanlardan üstündür. 14 məsubdan sonra hamının imanından üstündür. İndi bəzilərinə qəribə gələ bilər. Həzrət Əbu Talib bizim sənədlər, mənbələrdə, mədrəklərdə qeyd olunur ki, Həzrət Əbu Talib vəsi olub, vəsi. Axırıncı vəsi olub. Axırıncı vəsi olub. Həzrət İbrahim Peyğəmbərin axırıncı vəsisi olub. Təqiyyəm anında olub. Hansı ki, bizim Peyğəmbərimizin bütün ailələri, nəsli, 1-2 nəfər istisna olmalı. Hamı dində idi, hamı İbrahim Peyğəmbərin dinində idi. O dinin daşıdıcısı, yəni höccət bizim Peyğəmbərə qədər Əbu Talib idi. Əleyhissalatu vəssalam. Xanım Zəhra, Xanım Xədicə dünyasını dəyişib, Xanım Zəhra dolanır, Peyğəmbərin başında dolanır, ağlaya-ağlaya, eynə ummi, anam hanı. Peyğəmbər də ağlayır, cavab verə bilmir. Bu zaman Allah Teala Həzrəti Zəhra salamullahi əleyhaya təsəlli verməkdən ötürü Cəbraili nazil edir. Cəbrail nazil olur, deyir, ey Muhammed, Allahümmə salli alə Muhammed və ali Muhammed. Gərək bunun özünün bir dəfə söhbəti ola, bu prosesin özünün. Allah iş görür, Həzrəti Zəhraya Allah təsəlli göndərir. Deyir, Allah sənə əmr edir ki, Fatiməyə salam göndər və de. Anon cənnətdə mirvaridən bir evdədir. Onun sütunları qızıldandır. Dirəkləri isə yaqutdandır. Yəni, Allah'a görə narahat olma, çox əla yerdədir. Sevim. Ürəyindən qəmi çıxar. Onun qonşuları Asiya və Məryəmdir. Tək də deyir. 5 yaşında qız Allah'ın göndərdiyi salama indi cavab verir. Allah nəfsus salam, minhus salam və ileyhis salam. Allah özü salamdır, salam ondandır, salam onadır. Bu Quran ayəsidir ya, amma hələ o Quran ayəsi nazil olmamışdı bu sözləri Həzrəti Zəhra deyəndə. Həşr surəsinin axırıncı ayələri. Həzrəti Əbu Talib və Həzrəti Xədicə salamun aleyhadan sonra Peyğəmbərin vəziyyəti şiddətli şəkildə pisləşdi. Artıq müdafiəsi zəiflədi. Müəyyən hadisədən sonra Həzrəti Rəsul hicrət eləmək məcburiyyətində qaldı. Ki, Mədinədən gəldi kimsə falan filan da onu uzatmayaq. Leylətul Məbit adlanan gecədə İmam Əleyhisselama öz yatağında yatmağı tapşırdı. 40'a yaxın müşrik, özdə pəhləvan. Evi mühasirəyə almışdı ki, Peyğəmbəri gecəni öldürsünlər. Axşam bayırda böyük bir dənə həl-hələ. Peyğəmbər gecə, səhərə yaxın evdən çıxdı tək. Xanım Zəhra salamun aleyha qaldı evdə. Evdə qaldı.
Səhərə yaxın müşriklər evə hücum elədilər. Lakin yataqda Peyğəmbər sallallahu aleyhi və səlləmi yox, Əli əleyhissalamı görürlər. Planları pozulur və qəzəblə geri dönürlər. Qəzəblə geri dönürlər ki, yığsınlar bu ağsaqqallarını, filanlarını başlarına, məsələni müzakirə eləsinlər. Baxız, həmin gecə Həzrəti Zəhra üçün ən qorxulu gecələrdən sayılır. Yaşı da az, ən qorxulu gecələrdən sayılır. Sonra Həzrəti Əli əleyhissalam Fatimə adlanan 3 qadını, anası Fatiməni, əmsi qızı Zübeyrin qızı Fatiməni, bir də Həzrəti Zəhranı, Peyğəmbərin qızı Fatimə salamü əleyhanı Məkkədən çıxardıb Mədinəyə tərəf yola düşür. Ki, təhlükədədirlər onlar da. Təbii ki, müşriklər onların izinə düşür, onları öldürmək istəyirlər. Həmin vaxt Əli əleyhissalamın təqribən 20 yaşı var. Demək, həmin vaxt təqribən ağanın 20 yaşı olur. Təqribən 21 ya 20 ya 19. Təqribən 20 deyirik, yaşı olub. Əli əleyhissalam orada böyük xəsarət və yaralar alır. Çünki bunlar ordu şəklində, ordu yox, 40 nəfər o həmən pəhləvanlar. O həmən pəhləvanlar 40 nəfər gəldilər, öldürsünlər 3 Fatiməni və yaxud girov götürsünlər, Peyğəmbəri geri qaytarmaqdan ötürü. Bəli, böyük xəsarət və yaralar alır Həzrət. Lakin elə şücaətlə döyüşür o yaşında. O 40 nəfərdən heç biri, qadınlardan heç birinə yaxın düşə bilmir heç. Yəni elə qoruyur onları, o 3 nəfər çıxanı. Həmin 40 nəfərin hər biri pəhləvan idi, hər biri. Həzrəti Zəhra salamü əleyha Mədinəyə çatanda Peyğəmbər artıq Mədinədə idi və Əbu Əyyub Ənsarinin evində qalırdı. İlk kömək eləyən Əbu Əyyub, bəzən fikirləşirsən, bəzi şeylərdə deyirsən təsadüf ola bilməz. Təsadüfdür. Bax, İslama ilk, o mənada demirəm, əlbəttə ki, təsadüf yoxdur. İslama ilk qucaq açmış ailə sayılır bu. Əbu Əyyub Ənsari. Peyğəmbəri himayə evində saxladılar. Həzrəti Zəhranı da onun xanımı saxlayırdı. Balaca idi də Həzrəti Zəhranı, çox yuxarı yaşı yox idi. 7-8 ay indi bu cür. Sözüm nədir? Sözüm budur ki, İmam Zaman ağanın anası, axırıncı ölçət. Bax, əvvəllə axırda əlaqə var. Peyğəmbər Əbu Əyyub Ənsari qarşılayır. İmam Zaman ağanın anası ki, gəlir əsrlərin arasında, həmən Əbu Əyyub Ənsarinin nəslindən olanı İmam Hadi əleyhissalam çağırır. Deyir ki, sənin ailən bizə həmişə qucaq açıb. Get, bu işi sənə tapşırım. Get, möhtəşəm, əzəmətli bir şəxs ki, Bişirdir də onun adı, o adamın. Bişir ibn Süleyman ki, əzəmətli bir şəxsin validəsi olacaq, onu get gətir. Və o 220 dinar pulu da verir ona. O qəziyyəndə də İmam Zaman məclislərində danışmışıq. Acığıza demirəm, gəlin məclislərə öyrənin, eşidin, nə var nə yox. Gəlmirsiniz, nöşmən burada deyim ki. Daha sonra Həzrəti Peyğəmbərin Mədinədəki evinə köçürlər. Əbu Əyyub Ənsarinin evindən Peyğəmbər ki, ev inşa olunur Peyğəmbər üçün, ora köçürlər. Bura qədər artıq Həzrəti Zəhra salamullahi əleyha kədərli hadisələrə şahid olmuşdu. Anasından ayrılıq, ata yurdun tərk eləmək, ata yurdunda evinə hücum. Ondan sonra və hicrətin təhlükəli yolu, bunlar buraya can olmuşdu. Hicrətdən bir il keçməmiş, müşriklər yenidən hücuma hazırlaşdılar. Cəbrail Peyğəmbəri bu barədə xəbərdar elədi. Həzrət Rəsul müsəlmanları yığdı və onları toplayıb Bədir döyüşünə çıxdı. Birinci müharibə. Demək, düşmənin sayı 3 dəfə çox idi. 313 nəfər bunlar, 1000-dən yuxarı olar. İslam müharibəsində ordu o 313 nəfərdən ibarət ilk müharibədə. Lakin qələbə və izzət müsəlmanlara, məyusluq və müşriklərə nəsib oldu, əlhəmdülillah. Bədirdən bir il sonra Ühud müharibəsi baş verdi. Bilirsiniz ki, bu artıq Əhl-i üçün ağır gündür. Bu döyüşdə çox yaxşı səhabələr, çox kaş onlar sağ olaydı. Onlar sağ olsaydı başqa cür olardı. Çox yaxşı, 70 nəfər səhabə şəhid oldu. Başda da kim? Həmzə Seyyid-i Şühəda. Həmzə Seyyid-i Şühəda şəhid oldu, Peyğəmbərin əmisi. Peyğəmbərin alnı yaralandı, dişləri sındı o müharibədə, o döyüşdə. İblis qışqırdı, Muhammed öldü. Allahümme sallallahu Muhammed. Çaxnaşma düşdü orduya, xəbər getdi, Mədinəyə çatdı. Ühud yaxındır, gedin qismət, Allah qismət eləsin. Ühud Mədinənin
çıxışındadır. Xəbər çatdı Mədinəyə ki, Peyğəmbər ölüb. İndi Fatimə Zəhra salamü əleyhadır. Səfiyyə, Peyğəmbərin bibisi, Həmzənin bacısı. Hamısı harasan vəziyyətdə. Çıxdılar, qadınlar gəldilər Ühüdə. Gəldilər, Peyğəmbər çatanda döyüş day bitmişdi, şəhidlər yoxlanılırdı, yaralılar yoxlanılırdı. Həmzə Seyyid-i Şühədanın bədəni tanınmaz haldaydı. Tanınmaz halda. Müslə eləmişdilər də, müslə eləmişlər. Burnunu, qulaqlarını, əllərini, ayaqlarını kəsmişlər. Qarnını yarıb ciyərini çıxartmışdılar. Bu əməli kim eləmişdi? Əhli xilafın radiyallahu anha dediyi adam. Hind, Muaviyyənin anası. Hind eləmişdi. Allah adamın ağlını almasın da əlindən də. Bu necə ola bilər axı? Peyğəmbər dəhşət pis hala düşdü, müsləni gördü. Bir də gördü, 2 xanım gəlir. Əbu Süfyan özünün xəbəri yox idi ya müslədən. Hind eləmişdi, Hind. Hind də deməmişdi Əbu Süfyana belə bir iş tutacağım. Vəhşini özü gətirmişdi, özü. Peyğəmbər bir də gördü 2 dənə xanım gəlir. Bildi ki, gələnlərdən biri bibisi Həzrəti Həmzənin bacısı Səfiyyədir. Öz bibisidir Peyğəmbərin, Həmzənin də bacısı. Tez tapşırıq verdi ki, Həmzənin üstünü örtsünlər. Uzatdım biraz, çox danışdım. Allah kömək olsun mənə də, sizə də biraz danışım, bitirirəm. Tez dedi ki, üstünü örtsünlər bu vəziyyətdə görməsin də, bacısı, qardaşım bu vəziyyətdə görməsin. Lakin külək örtüyü qaldıranda müsibət baş verdi orada. Səfiyyənin fəryadı bürüdü bütün Ühüdü. Fəryad qopardı. Peyğəmbər də dözə bilmədi. Onlarla bir yerdə başladı ağlamağa. Həzrəti Zəhra ağlayır, Səfiyyə ağlayır. Həzrəti Zəhra hələ Peyğəmbərə fikir verəndə, Peyğəmbər gördü ki, üzü yara, qan, ondan sonra partlaq, az qaldı huşdan geçsin. Çünki Peyğəmbərə çox bağlı olub, Həzrəti Zəhra salamü əleyhaya. Yəni, ata-bala, ata-qız məhəbbətinin ovucu zirvəsindədirlər. Su ilə başladı, su gətizdirdi. Çalışdı, nə qədər qanı dayandırsın Peyğəmbərin üzündən, alnından, qanı dayandıra bilmədi Həzrəti Zəhra. Götürdü, həsiri yandırdı, külünü bastı Peyğəmbərin alnına, qanı dayandırdı. Yəni, o vəziyyətdə idi Peyğəmbər sallallahu aleyhi və səlləm. Bəli, bu hadisə də Həzrəti Zəhra salamü əleyhanın dərin hüzün və qorxu dolu bir anına çevrilib. Çünki atasına çox bağlı idi. İmam Əli əleyhissalam döyüşdən dönüb, gəlib çatır olanın yanına qılıncı verir ona. Əksər rəvayətlər deyirlər ki, Zülfüqar Ühüddə nazil olub. Qılıncı verir Həzrəti Zəhraya və şeir deyir orada. Peyğəmbər buyurur ki, Fatiməcan, al o qılıncı əlimə. Çünki ərin bugün vəzifəsini yerinə yetirdi. Allah Qureyşin, pəhləvanların onun əli ilə həlak elədi. O ən ağır döyüşdü də, möminlər. O ən ağır döyüşdü. Ən az yazılan rəqəm, siz bilirsinizsə yer üzdən dillərin deyin. Mənim yadımda qalan və ən azı 70 nəfər Həzrət Əli əleyhissalamla döyüşüb. Əli əleyhissalam əti tökülürdü orada. Yəni o qədər qılıncı yarası dəyib, Əli əleyhissalam əti tökülür. Nadi Əliyyən məsələl əcaib duası orada nazil olub. Çünki döyüş Peyğəmbər tapşırmışdı, neyini uzanır da, Peyğəmbər tapşırmış və bu dağdan müğyət olun. O dağda Xalid ibn Vəlid dayanmışdı öz ordusu ilə. Peyğəmbər demişdi ki, bu dağdan müğyət olun, bu dağdakılar gəlməsinlər. Düşmən, sahabələr baxdılar ki, qabaqdakılar gedirlər qabağa. Yəni, qabaqdakı ordu qaçır, İslam ordusu da gedir onların üstündən. Bunlar dedilər, vaxtsa biz qaldıq qənimətsiz. Onlar gedib yığacaqlar qənimətləri, bizə çatmayacaq. Dağı boşladılar, Həzrəti Mövla da döyüşür qabaqda. Dağı boşladılar, qaçdılar. O ordunun dalıcı. Peyğəmbər qaldı tək. O 70 nəfər gəldilər, hücum elədilər Peyğəmbərə. Rizvan adında bir mələk. İndi ki, bilirsiniz ki, kimdir? Bilirsiniz kimdir? Cənnətin ümumi idarə edən mələk. Bütün cənnəti idarə edən mələk. Nazil oldu, qışqırdı, Nadi Əliyyən. Nadi, yəni çağır əlini. Həzrət, bu sözü Peyğəmbər ağzından çıxanda Əleyhisselam yanındaydı artıq. Çıxanda, teyyülərs, imamət elmi, əl-ayi halin. Ağzından çıxanda Əleyhisselam Peyğəmbərin yanındaydı. Nadi Əliyyən məzhərəl əcaib ki, o, təcidhü ovnən ləkəfin nəvaib, əl-axır. Və döyüşdü, Əleyhisselam nə vəziyyətə düşdü? İmam Səccad Əleyhisselamın hədis var. Fitili salsaydılar Əleyhisselamın bir bədəninə, o bir tərəfdən çıxardı. Yəni, o hala düşmüşdü, o hala. Amma Peyğəmbəri müdafiə elədi, qoymadı Peyğəmbərin başına bir şey gəlsin. Həzrəti Zəhra atasının evində də bəzi çətinliklərlə üzləşib. Mən bugünkü söhbətim Həzrəti Zəhranın uşaqlığından da
elə axır günlərinə qədər çətinlikdə yaşaması haqqında danışıram. Onun qarşılaşdığı əsas problemlərdən biri Ayşənin qısqanclığı idi. Həzrəti Zəhra salamullahi aleyhanın fəzilətlərinə, Peyğəmbərin ona göstərdiyi sevgi və diqqətə həsəd aparırdı. Həsəd aparırdı. İmam Sadiq əleyhissalam buyurur, bir gün Peyğəmbər evə daxil olanda görür ki, Ayşə Həzrəti Zəhra ilə mübahisə eləyir və çığırır Həzrəti Zəhranın üstünə, deyir ki, sənin anon, ey Xədicənin qızı, Peyğəmbərin qızı da demir, deyir, ey Xədicənin qızı, anon bizdən üstün deyil. O da bir qadındır. Peyğəmbər sözləri eşidir. Peyğəmbər rəhmət peyğəmbəri deyir. Siz bunları gəlib nöqtə vergünə qədər diqqətli olasınız. Peyğəmbər rəhmət peyğəmbərdir. Peyğəmbər qəzəblənir. Və ma ərsəlnəkə illə rəhmətən lil aləmin deyilən adam əsəbləşir. Aləmlərə rəhmət olaraq göndərmişəm səni dediyin adam əsəbləşir, qəzəblənir. Gör nə deyir? Ey Hümeyra, ay qırmızı sifət. Ma belə. Ey Hümeyra. Bizimkilərlə götür Hümeyra adı qoyur uşağına. Allah bərəkəti dünyaya övlad gətirən və mehriban qadınlara verib. Allah bərəkəti kimə, hansı qadına verib? İndi müasirləri deyirlər ki, fikirləşirik, görək haçan övlad dünyaya gətirərik. Evlənirlər cavanlar. Hələ fikrimiz yoxdur. Allah ağıl versin. Teleseriallarla tərbiyələnmiş ailələr belə olur. Peyğəmbər nə buyurur? Buyurur, Allah bərəkəti dünyaya övlad gətirən və mehriban qadınlara verib. Bərəkəti Allah bunlara verib. Xədicə mənim üçün övlad dünyaya gətirib. Amma sən uşaq dünyaya gətirmədin. Həzrəti Zəhra da Əsma binti Umeysə tapşırmışdı. Demişdi, mənim can ki verdim, mənə yas veriləcək, mənim evimə axır gəlib gedən olacaq. Nə bada onu buraxasan mənim evimə. Bu da nədir? Bu da göstərir ki, mən bundan narazı getmişəm dünyadan. Mən buna qəzəbli getmişəm dünyadan. Əsma binti Umeys də kişi qızı kimi buna əməl edib. Gəlib neçə dəfələrlə deyib ki, mənə vəsiyyət olunub. Mən vəsiyyətə əməl edəcəm, icazə yoxdur sənin yasa daxil olmaqla. Sənin yasa gəlməyə qoymayıb, halallıq verməyib. Mən, bizdə var idi, ölsən filan kəsə buraxmayayım mənim yasımı. Həzrəti Zəhra, indi o adamın sözünə əməl eləmək olmaz. O heç ama Həzrəti Zəhra hüccətdir də, o əməl olunmalıdır. Tapşırıb buraxmaq da artıq. Əziyyət veriblər Peyğəmbərin balasına. Evdə əziyyət veriblər. Bunları unutmaq olmaz. Unuta bilməzsən. Həzrəti Zəhra, nə idi unutsanın? Həzrəti Zəhra qırmızı xətt. Unuta bilməzsən. Heç vəçindən unuta bilməzsən. Unudarsan, aləm dəyər bir-birinə. Unudarsan, itilərsən. Əslin də gedər, hər şeyin də gedər əlinə. Bir də görürsən, olmuşsan filan pərəst. Bəli, unutmaq qətiyyən olmaz. Misir Şiyə idi. Misir dövlət Şiyə olub o. O qədər onlar bəzi şeyləri yüngül tutdular, qardaş olaq filan olaq. Axırda döndülər hamısı ilə qardaş oldular. İndi elə qardaşdılar, əlhəmdülillah. Əla əyyi halində. Başqa sözləri danışmağa ehtiyac oldu. Məclis Həzrəti Zəhra salamullahi aleyhanın məclisidir. Möhtərəm əzizlər. Müsibət Əhl-i Beytin belin sındıran müsibətdir. Hamısı həssasdır. İmam Cəfər Sadiq ömrünü Həzrəti Zəhraya həsr edib. Bax, Bihar ölən vardı. Neçə kitab ancaq Həzrəti Zəhra salamullahi aleyha, İmam Cəfər Sadiq əleyhissalam vardı. Digər imamlar həmçinin. Digər imamlar. Hər gün yasdadır İmam Zaman ağa. Hər gün yas saxlayır, hər gün. Qədirxumda imam ən böyük bayramdır. Günlərin ən üstünü Qədirxumda, gecələrin ən üstünü Qədir gecəsidir. Gün baxımından Qədirxum Qədir gecəsindən üstündür. Milyon üstündür. Gün baxımından Qədirxum. Təbii ki, də elə olmalıdır. Haqla batilin ayrıldığı gündür. Quran düzdür, haqla batili ayırır. Amma gərək höccətlə daxil olasan. Höccətlə daxil olmasın deyə onlar da Quran oxuyur. Da, haqqı batildən ayrılaya bilirlər, yox. Ayırt edə bilmirlər. Qədirxum o gün, o gecə İmam-ı Əzəmimiz, İmam-ı Möhtərəmimiz ağlayır, göz yaşı tökür. Deyirlər, ağacan sən niyə bu gecə, bugün ağlayırsan? Axı bugün bayramdır, bu vilayət bayramdır. Buyurur, mən Həzrəti Zəhra yasından çıxdım ki, ağlamayam da. Mən Həzrəti Zəhra yasındayam. Biz anlamırıq axı Həzrəti Zəhra kimdir, onu da bilmir İmam Zaman, bilir axı o kimdir, kim qabırğaları sınıb, kimi döyüblər, kimin üzünə vurublar. O üz, ilahi. Əlindən öpürdü Peyğəmbər onun, düzdür. Həzrəti Zəhra salamullahi aleyhanın Peyğəmbər əlindən öpürdü. Hansı ki Peyğəmbərin öz əlindən Cəbrail öpürdü. O gəlibdi onun əlindən öpürdü.
Mələikə ehtiram saxlayırdı, başına dolanırdılar, xidmətinə yetişirdilər. Cəbraildən üstün mələk var, İsrafildən üstün mələk var, Mikaildən üstün mələk var, Əzraildən üstün mələk var. Onlar gəlirdilər, onun qulluğuna çatırdılar, xidmətinə yetişirdilər. Amma başqa özdə necə adam, adamı yandırar, kür eləyər, adamı dəli eləyər, adamı axmaq eləyir ki, rəzilin biri gəlir, müqəddəsə şillə vurur. Kimin əli ilə kim ölür gör. Kimi kim öldürür gör. Çətindir, ağırdır. Bu imama da gör nə qədər ağırdır. İmamın özü üçün nə qədər ağırdır. Hər gün roza oxuyur. Şeyx Vəli Xorasan bir qəşəng söhbəti var. Səbh və axşam roza oxuyur Həzrəti Hüccət. Sübh və axşam. Necə oxuyur bilirsiniz? Necə ağlayır. Necə ağlayır. Gözünün yaşı qana çevrilən formada ağlayır. O belə ağlayır. Belə yəni ürəyi bu qədər yalnız illərdir Həzrəti Zəhra və digər məsumlardan ötürü. İmam Hüseyn əleyhissalamdan ötürü. İmam Əli əleyhissalam gecənin bir aləmidir, vəsiyyətə əməl eləməyə başlayıb. Vəsiyyət Həzrəti Zəhra vəsiyyətidir. Salamullahi əleyha. Onun vəsiyyətidir. Necə tapşırıb, elə əməl eləməyə başlayıb. Gecə tapşırıb qusul verir, gecə qusul verir. Gecə kəfənləyir. Paltar üstündən. Əsmaya dedi, Əsma yox, Fizzəyə dedi, Fizzə. Həzrəti Zəhra dedi. Dedi ki, mən qapını bağlayıram. Bilirsiniz, o ilahi qüdrət, ilahi möcüzə, əla əyyi halin, o gün lazım imiş. Bəzi sözlər var, bəzi qardaşlara ağır gəlir. Eşitmədiklərinə görə ağır gəlir, ağır deyil əslində. Həzrəti Zəhra 2 dəfə dirilib, yəni bir dəfə ölüb, Əmir əl-Müminin gəlib başının üstündə yalvarıb, şəhid olduğu gündən bir gün qabaq. Yalvarıb mənə səs ver. Bu gecə dəqə mənim qonağım olsun. Həzrəti Zəhra rəcət edib bədəninə, öz bədəninə qayıdıb. Durdu ayağa. Həmin gün yuyundu. Niyə yuyundu? Niyə yuyundu möminlər? Həzrəti Əli əleyhissalam, məhrəmanə söz danışıram. Həzrəti Əli əleyhissalam, Hamzəhra salamullahi aleyhanın o müəyyən yaraların görsəydi, nə olardı o vəziyyəti? Nə günə düşərdi? Onu aycan düşünür. Yuyundu, qanları aradan apardı hamısını ki, vəsiyyətində yazacaq, mənə paltar üstündən qusul ver. Mənə paltar üstündən qusul ver. Sən mənim sınan qolumu görmə, sinəmi görmə, qapqara olmuş kürəyimi görmə. Qapqara olmuş. İmam Sadiq əleyhissalam aşkar deyir, bu qol artıq çürüyürdü. Bu qol, sağ qol artıq çürüyürdü. Onu görmə. Ona görə durub yuvunub. Fizzəyə dedi, məni çağırarsan. Qapı bağla. O nə sirdir, nə bir şeydir biz bilmirək. Üləma da heç kim də bilmir. Qapını bağlayır. Müəyyən vaxt gözlədiyir. Bir bəyəm də saat gözlədiyir. Sonra çağırarsan. Səs verdim ki, heç. Səs vermədim. Get Əliyə xəbər ver. Salamullahi aleyh. Get əmmim oğluna xəbər ver. Bəli, o neynədi orada bilmirik. Bağlı qapı arxasından neçə vaxtdan sonra gəldi, çağırdı. Yəbnətə Rəsulillah. Ay Peyğəmbərin balası, Peyğəmbərin qızı. Ya Umməl Həsəneyn. Ey Həsənlə Hüseynin anası. Neçə xitabla cavab gəlmədi. Bax, elə istədi dönsün, çıxa, getsin, ağanı tapsın. İmam Həsən, İmam Hüseyn gəldi. Balaca uşaq gəldilər. Gəlin tez sizə yemək verim. Dedi, nə yemək? Yeməyi bilmirsən, harada yeyirik biz? Ananın yanında sefrəsər, içəri girə bilmirəm. Ay Allah, necə alım qabaqların? Açdılar qapını, girdilər içəri. Düşdülər, özü çəkib üstünə həmən o parçanı. Nə qədər çağırdılar, ayaqlarından qocaqladılar, öpürlər. Zaten Həzrəti Zəhra yumaq olub evin bir küncəsində deyə, yumaq olub. Nə qədər elədilər, day səs gəlmir. Fizzə dedi ki, Həsəneyn, balalarım, gedin atozu çağırın, qalmayın belə.
əmmamələrin başlarından atdılar. Başlarını çırpa-çırpa. Va Muhammədə va umma, va Muhammədə va umma, cüddidə motun ileyna. Ay Peyğəmbər, ölümün bugün day sənin yenidən təzələndi. Bax, içəriyə girdilər. Əleyhissalam day uzaqdan səs eşidir axı. İçəriyə girəndə, hələ bunlar heç deyəməmiş ki, anamız öldü, Əleyhissalam yıxıldı yerə. Əleyhissalam dizləri əsdi, Xeybərdə dizi əsməyən kişinin dizi əsdi. Xəndəkdə o cürünə şücaət göstərən kişinin dizləri əsdi. Yıxıldı yerə, Allah hamd olsun huşdan gedib. Məcaz döyür, doğrudan huşdan gedib. Nə qədər su verdilər, ayıtdılar. Ondan sonra da 2 dənə uşaq nə gücləri çatsın atalarına. Qoluna girdilər, sürüdə gətirdilər evə. Diyana bilmədi ayaq üstə. Uzandı, Həzrəti Zəhranın yanında. Ha çağırdı, day səs gəlmədi. Hər nə qədər çağırdı, day səs gəlmədi. Açdı da o vəsiyyəti gördü. İndi axşam qüsl verir. Axşam qüsl verir. Tapşırıb ki, əbanı salın ağzınıza. Sən Əhl-i-Beyt balalarının vəziyyətinə bax. Əbanı salma gecə ilə yavaş-yavaş səssiz qüsl verilməlidir. Gecə ilə yavaş-yavaş dəfn olunmalıdır. Səssiz gəlməsin. Qonşular casusdur. Bilsələr gedib xəbər verəcəklər. Namərdlər yanında yaşayırıq. Əbalarınızı salın ağzınıza. Qulaq as sən Allah. Gətir gözün qabağına da. Sən Allah gətir gözün qabağına. Balaca uşaqlar. Əbalarını qoyublar ağızlarına. Anaya ağlayırlar. Göz yaş tökürlər. Səlman deyir, mən içəri girəndə gördüm xırda uşaqlar. Bedirə su daşıyırlar. Harada belə müsibət var? Kim belə axıb məzlumana belə balaca şəkildə ölür axı? Bu adamsız ölüm deyə bu. Adamsız ölümdür Zəhraca. Nə qardaşım var, nə bacım var, nə vəziyyətə salıblar. Əbaları salıblar ağızlarına, yavaş ağlasınlar ki, səs bayıra çıxmasın. Ondan Səlmanın nəqli budur. Deyir, mən bir də gördüm, əlin qoydu divara, başın söykədi əlinə, ağa. Hay-hayla ağlayır, çiyinləri tərpənir. Dedim, nə oldu ya Əmir-əl-Mömin uşaqlara deyirsən, yavaş ağla, özün bu cürünü ağlayırsan. Dedi ki, qaldırdım, su töküyüm, əlini qaldırdım, su töküyüm. Əlimin içində balıq kimi sürüşdü. Yəni, ay sümüklərinə qədər çürüyüb əli, bu deməkdir, mənası budur ya. Yəni, bu hala salıblar, bu vəziyyətə salıblar. Ondan kəfənin də bəndlərin bağladı, dedi, həlum mütəzəvvədu min ummikum, anozdan ayrılmaq istəmirsiniz, gəlin qucaqlaşın, gəlin vidalaşın. Necə ayrılmaq olar sən Allah? Necə ayrılmaq olar? O necə dəhşətli bir müsibətdir. Hər məsumun bir vida rozəsi var, vida. O nə çətindir. O İmam Zaman ağadan, İmam Zaman baxın bir dənə nahiyyə ziyarətnaməsinə vida rozəsini danışır. Ağa nə ifadələr işlədir orada İmam Hüseyin ağanın vida rozəsi. Bu vida nə məsələdir, nə çətin məsələdir. Daha gedir, evin çırağı gedir. Varlıq aləminin gözəlliyi gedir. İmam Hüseynin anası gedir. İmam Həsənin anası gedir. Xanım Zeynəbin Ümmü Kulsumun anası gedir evdən. Gəldi dayandı, ayaq gəldilər dayandılar. Qol bu da Əvalimul Ulumda Seyyid Haşim Bəhrani qeyd edir. Gəldilər, dedilər ki, anacan, biz səni bilmirdik sabah ölərsən. Səni axşam çox qucaqlayardıq. Biz bilmirdik sən sabah gedərsən. Səni çox öpərdik. Sənin çox başıma dolanardıq. Biz bilmirdik ki, sən sabah gedirsən. İndi ki, day sən bu qərardır gedəsən. Bizi bir dənə axırıncı və qucaqla sonra get. Mövla buyurur ki, kəfənin bətləri açıldı. Kəfən aralandı. Həzrəti Zəhranın qolları çıxdı, zahir oldu. Bu 2 dənə balanı bastı bağrına, qucaqladı. Bastı bağrına. Bir neçə dəqiqə keçmişdi. Həzrəti Cəbrail indi aşağı, dedi, çək onları. Göydə tufandı, tufan. Mələklər tufan qopardırlar. Ondan ayırdım Həsəneyni xanım Zəhradan. Hərəsi bir cürə danışır. Biri üzün qoyub sınan qabırğalara, sinəyə. Biri üzün qoyub şillə dəyən özünə. Baxdım ki, Hüseyin gəlir. Gəldi, dayandı ayaq tərəfində. Başladı dodaqların qoydu anasının ayaqlarına. Bu axı gözləməlidir Mövla-i Mütəqqiyan. Baxır, ayrılıq səhnəsidir də, ana ilə danışır. Ayağımı öpürəm, Kərbəlaya tez gələsən. Ayağımı öpürəm, Kərbəlaya tez gələsən.
Məni o qorxulu çöldə yubatma sən ayana. Demirəm Xulinin evinə başım gedəndə gələsən.